Salam dəyərli izləyicilər, 23 yanvar tarixində olan hava məlumatını diqqətinizə çatdırıram. Dəyərli YouTube izləyicilərim, zəhmət olmasa orada zəng işarəsi görürsünüz. Kanalımıza onun üzərinə bir dəfə vuraraq abunə olub digər vacib xəbərlərimizi də izləyə bilərsiniz. Dəyərli izləyicilər, yanvarın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək və temperatur gecə 2 dərəcə şaxtadan 1 dərəcəyə qədər isti, gündüz 4-8 dərəcə isti olacaq. Gecə və səhər bəzi şəhər ətrafı ərazilərdə yolların buz bağlama ehtimalı var. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısa müddətli yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Temperatur gecə 1-6 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti. Dağlarda gecə 7-12, yüksək dağlıq ərazilərdə isə 12-16 dərəcə şaxta qeydə alınacaq. Gündüz isə 0-5 dərəcə şaxta olacaq. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.